Ramazan Cəbrayılov 18 yaşlı oğlunun əlil arabasını uçmuş evinin qalıqları altından çıxarır. Mayın 7-sində Zaqatalada baş verən zəlzilədən sonra onun 3 otaqlı evi qəzalı vəziyyətə düşüb. Evinin bir hissəsi tamamilə uçub. 5 nəfərlik ailə üzvləri ilə həyətdə gecələyən Zaqatalanın Qımır kənd sakini Ramazan Cəbrayılov deyir ki, onun vəziyyəti ilə maraqlanan yoxdur. Yaşayış yerimiz bura. Bu vəziyyətdə yaşayır. Ramazan Cəbrayılov Zaqatalada baş verən zəlzilədən əziyyət çəkən sakinlərdən biridir. Rəsmi məlumatlara görə mayın 7-sində baş vermiş zəlzilə nəticəsində 3000-dən çox ev və 100-dən çox sosial obyekt ya uçub ya da qəzalı vəziyyətə düşüb. Bax, bu taxtaları əlindən kəsmişik. Bu taxtaları əlindən kəsib, bu betonun əlinə, bax, bu ilə biz o betonu aralamışıq. Bu ilə betonu aralamışıq. Zaqatalanın Gözbaraq kənd sakini Yusif Yusifov deyir ki, zəlzələ zamanı uçmuş evinin qalıqları altında qalan gəlini xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafidir. Əlavə eləyir ki, zəlzələdən bir neçə gün keçməsinə baxmayaraq vəziyyətlə maraqlanan yoxdur. İndi söhbət gedir ki, bizim bu yerli məmurlar, bu icra nümayəndəmiz, bələdiyyəmiz heç biri fırlamayıb. Heç baxmayırlar ki, ay insan, harada olursan sən? Heç kəs gəlmir. Yolların kənarında tam ya da yarı uçmuş hasarların arasından dağılmış evlər görünür. Kənd sakinləri əşyalarını çıxarıb həyətə yığıblar. Yenidən təkan olarsa, qalan əşyaları da zədələnməsin deyə. İndi evinə tamamilə yararsızdır. Bu da onu olan qalıq qalan mebellərdir. Ola sınıb. 29 ilini bu əl zəhməti ilə, bu qabarı əllərlə tikdiyimiz Allah'a qurban olun, bugünkü gün Allahın qisməti gətirib bizi bu yerə çatdırıbdır. Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanılır. Suya ehtiyac olan yerlərdə əhali xüsusi təyinatlı avtomobillərlə içməli su ilə təmin olunur. Sakinlər isə nə su, nə də ərzaq gördüklərini deyirlər. 2-3 gündür gəlib heç baxmırlar. Nə çörək zad heç nə gətirməyiblər, nə su, heç nə. Maraqlanan yox, çadır verən yox, bir baxanı yox. İndi biz neyin yapaq? Bu da evin bütün veşi burada. Evimə girməyə mümkün deyil. Necə dolanmalıyıq, nə varmalıyıq? Çəkmirlər ki, Qımırda vəziyyət belədir. İndi bir gəlsələr, baxsalar, bir tədbir görsələr, onlar yaxşı olar. Heç itirib atılan yoxdur. 1 litr su da gəlməyib. Təbii ki, bu ərazidə su yoxdur. Yayın gündə də ki, qətiyyən olmur su. Mayın 9-da Prezident İlham Əliyev zəlzələ bölgəsinə səfər edib. Zəlzələnin yaratdığı fəsadların tez bir zamanda aradan qaldırılacağını vəd edib. Prezident bölgədə səfərdə olduğu müddətdə yollar bağlanıb, nəqliyyat və piyadaların hərəkəti məhdudlaşdırıldı. Zəlzələdən əziyyət çəkən sakinlər isə deyirlər ki, Prezidentin qəbuluna düşməyi ümid edirlərmiş. Amma yolları bağlayıb, onları da qəbula buraxmayıblar. Kim gördü ki Prezidenti? Prezidenti görmədik ki biz. Bizi qoymadılar ki, oraya getmək. Nə bilmədik də ara gəldilər, məktəbə gəldi, məktəbdə gözlədik, məktəbə gəlmədilər. Prezident gəlir deyib, prezident o yana gedibdir. Kim gəlirsə deyib, maşından o yana gedib. Bir maşından o yana getmək lazımdır. Qapı düşüb bizə baxıb çarə eləmək lazımdır. Bizə yolda post qurdular. Prezident keçdi o kəndə, dala qayıtdı, çıxdı, getdi. Yəni bizi qoymadılar da o kəndə. Sakinlər təkrar təkanlar zamanı daha böyük təhlükə ilə üzləşməkdən ehtiyatlanırlar. Deyirlər ki, mayın 7-sində baş vermiş zəlzələ zamanı divarlarda yaranan çatılar kiçik bir təkan zamanı tamamilə uça bilər. Sadi bir təkanla 100 insanımı qutardım, aşağı çatdım da. Elə mən çatanlarında da bunlar hamısı yerə töküldü. Elə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da zəlzələnin vurduğu zərərin bundan sonra artacağını istisna eləmir. Nazirliyin Zaqatala, Balakən və Qax rayonlarında yaradılmış operativ qərargahları fəaliyyətlərini davam etdirirlər. Rayona dəyən zərər dəqiqləşdirilir. Jurnalistlərə açıqlamasında Nazir Kəmaləddin Heydərov deyir ki, evlərə uçmuş sakinlərin hamısına çadır paylanılıb. Onların rahatlığının maksimum təmin edilməsinə çalışırlar. Arabanın içində 3 dənə xəstə. Mən invalid, 2-ci qüvvəli. Onlar 2-ci qüvvəli. Hətta başqancılda qalıb. Bir dənə çadır vermirlər. Maşallah, bu lafet mənə ki, burada yaşayıram. Mən burada ancaq 3 qonşu, 4 qonşu saxlaya bilərəm, başqasını saxlaya bilmərəm axı. İmkan deyil vəziyyətdə yaşamaq. Bu palkamı şəhər gələsin yaşamışdı bu barədə. Yadığı vəziyyət havadır. Hava vəziyyətdə yaşayır. Bir dənə palatka vermirlər, 2 dənə matavra 10-15 nəfər yığılışıb bir dənə palatkada yaşasın burada. Darısı bir 10 ailə. 10 ailə bu maşın altında, böğür başında yatır. 1800 nəfər əhalisi olan bir kənddir. Təxminən 100-120 nəfərlik palatka var. Qalan adamlar Kulyankada maşın bagajında maşın altında yatırlar. Heç bir yardım zadda heç bir şey yoxdur, hamısı yalandır. Evlərin də 90-95% yararsızdır, heç orada oturmaq mümkün deyil. Kim deyirsə gəlsin. Lübə evə gedək baxaq.
95%-ni oturmaq mümkün deyil. Hətta 90% evin içindən əmlaki çıxarda bilmirlər insanlar. Qalıblar çöldə yatası yer yox, yağış da hər gün yağır, o yağışda yağmurda bax. Bir rəhbərə gəl, hərəmmi ki, sizin gününüz nədir, naharda olsunuz, nə ilə məşğulsunuz? Orada qalmışıq. Pastel yok ki, çadırda oturaq. Heç bir iğnə nədir, onu çıxarda bilməmişik. Çadır şəhərciyi, palatkalar veriblər, ondan orada qalır. İstidən, havadan yata bilmərik. Gecə yağış yağırdı, bax, bütün uşaqların üstündə havdırıb. Su oldu, bütün yardım aşağı. Sudur. Ondan sonra da 2 dənə də nəvəm var. Evim də uçubdur. Qaşığım təmiz, hər şey sınıfdır, əldən çıxdı. Heç evə girə də bilmirəm. Yana bilmirik istidən, amma gecə isə yağış, su, nəm, daha yata bilmirik. 4 körpə səhərə qədər o bax bu palatkada yatıblar, tam suyun içində. İçəridə yatan körpəyə baxın, orada körpə yatar. Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait ayrılacağını bildirib.